qabiliyyət imtahanı 3 ay hazırlaşsam bəs eləyər? 1 il, 3 il? Məncə bunun sualını sən özün bilirsən, çünki hər şey səndən asılıdır. Yəni əksəriyyətinin verdiyi sual ki var, qabiliyyət imtahanından necə hazırlaşa bilərəm? Neçə ilə, neçə günə? Bunlar sual verirsiniz. Deyirəm ki, mən heç bir kəsə deyə bilmərəm ki, konkret bu vaxtdan bu vaxta qədər gəl. Çünki biz uşaqlar bilir ki, hər kəsin qabiliyyət və bacarığı, istedadı bir-birindən tamamilə fərqlənir. Ona görə də istedadınla yanaşı, məsuliyyətin, nə qədər çox istədiyin burada əsas başlıqdan biridir. Yəni davamlılıq, iradənin güclülüyü, hər şeyi bir müəllimə fokuslamaq heç düzgün deyil. Uşaq bəs orada imtahanda iştirak edən müəllim deyil, uşaqdır. Əlbəttə ki, düzgün yol istiqamət verilərsə və tələbə bunu icra edərsə, niyə də uğurlu nəticə əldə olunmasın? Bunun da yəni açarı uşaqların özündədir. Əgər sən buraxılış imtahanından 200 üzərində bal yığmısan və qabiliyyət imtahanından 2 almısansa, avtomatik sən kəsilmiş olursan. Çünki yeni qərara əsasən siz 6 bal almalısınız. Minimal bal 6-dır. 5 aldın, kəsilirsən. Və biabırçılıq odur ki, fikirləşsən, özünü öldürürsən buraxılışa. Həqiqətən bu sənəti istəyirsən, dizayn olmaq istəyirsən. Amma gedirsən bir aya hazırlaşıb, qabiliyyət imtahanından 6 və 7 üzəri bal alacağına inanırsan. Əlbəttə ki, mümkün olanlar var, niyə də olmasın, amma hər kəs eyni kateqoriyada getmir. Hər kəsin eyni səviyyədə deyil. Mən elə tələbə görmüşəm, 4 ay hazırlaşıb, buraxılışdan da çox qəşəng nəticə əldə edib. Və mən həqiqətən özümdə qürur duydum həmin uşağla. Amma halbuki 2 il gəlib də qabiliyyət imtahanından keçə bilməyən uşaqlar da var. Yəni bu bundan eyni deyil. Yəni bu kitab indi müqayisəyə bir şey tapa bilmədim. Nəysə, axırda yəni müqayisə üçün eynilik olmalıdır. Yəni eynilik də qabiliyyətlər eynidirsə, bir də qabiliyyət məsələsi ki var. Müəllimə, mənim bacarığım yoxdur, mən uğurlu nəticə əldə edə bilərəmmi? Bacarığını formalaşdıra bilərsən. Bacarığım, hər kəsin bacarığı var. Mənə o başa düşmədiyim bir məqam var ki, bacarığım yoxdur, mənə biraz qəribə gəlir. Hər kəsin özünə məxsus bir bacarığı var. Mən sıfırdan tələbə hazırlaşdırmışam deyə hər şeyi azdan çoxdan bilirik də, yəni bu məsələ biraz uşağın özündən də çox asılıdır. Sən deyirsən ki, mənim bacarığım yoxdur. De, mənim bacarığım var, mən çalışıram, mən istəyirəm, mənim hədəfim var. Niyə də bu mənasız şeylərlə beyninizi doldursun? Mən bacarmaram, xalqın uşağı bunu elədi, filan kəs 3 ilə hazırlaşdı, keçə bilmədi. O filan kəsin məsuliyyətsizliyidir. Onu biganə yaraşır. Elə-belə baxıb, 5-ci qrupdur da, bir də qabiliyyətli, bir dənə buraxılışdır, vuraram, keçərəm. Nəticə, keçə bilmədim, heç vura da bilmədim. Cəmaət də dedi ki, hə, girirdin, nə oldu? Yəni, cəmaətə də boş verin. Əsas həqiqətən sən istəyirsənsə bu sənətə gəl. Əgər sən deyəcəksən, 5-ci qrup təsvir sənət müəllimi olasan, hə, həftədə bir dəfə olur, maaşı da azdır. Sən hansı işdə işləyirsənsə, o pul qazanma metodları var. Yəni, sən həqiqətən bu sənəti istəyirsənsə, sən sifariş də qəbul edə bilərsən, tələbə də hazırlaşdıra bilərsən, plus məktəbdə də işləyə bilərsən, universitetdə də işləyə bilərsən. Yəni, bilirəm, bunların hamısını bir yerdə etmək qeyri-mümkündür, amma eləyən eləyir. Çünki sənətə sevgi ilə yanaşır. Ayda bu saat haçan gedər, haçan bu vaxt keçər də mən evimə gedənəm deyən insanlar zaten xoşbəxt olmurlar. Yəni, əsas məsələ budur. Sistemliliyi özün yaratmalısan, düşünməlisən ki, mən niyə, nə üçün eləyirəm? Problem məhz buradan başlayır. Yəni, sən desən ki, hə, belə-belə, yəni alınmayacaq, heç vaxt alınmayacaq. Çünki sən kiminsə sözlərinə əsasən bu sənəti seçmirsən. Yəni, sən əgər bir sənətə hörmətlə yanaşmırsansa, yəni problem səndə olur. Yəni, hər kəs onun bunun yaxasına atmış olur. Hər kəs həqiqətən problem özündə olur. Necə ki, mən özüm misal göstərim. Yaxşı bir şey deyil, övünmürəm. Çox sakit, özünə qapalı bir insan idim. Hələ də xarakterimdə də bu. Amma özünüzü ifadə etməyi bacarın. Yəni, çox da kimdənsə nəyisə gözləməyin. Əlbəttə ki, ailə dəstəyi çox önəmlidir. Mən öz ailəmdən çox dəstək almışam. Yəni, həqiqətən varlıqları üçün Tanrıya şükür edirəm. Yəni, Allahın izni ilə müəyyən problemlər öhdəsindən də gələ bilmişik. Və gələ bilmişik ki, mən burada sərbəst formada sizlə danışıram. Özüm də bir il kəsilmişəm, dünyanın axırı olmuyor. Dəstəklər oldu, müəyyən problemlər oldu. Yəni, xalva deməkdən heç kim heç yerə gedə bilməz. Deyənlərdə də problem var. Çünki özü də edə bilməyib də, sənin də edə bilməyəcəyini düşünür. Yəni, problem
budur da yəni. Yaxşı olacaq, inanın özünüzə və çalışmanın vaxtını özünüz təyin etmək əvəzinə indidən başlayın. Edərəm demək əvəzinə et. Yəni bu sözdə yox, fəaliyyətdə göstərin. İnşallah yaxşı olar. Nə sualınız varsa qabiliyyətlə bağlı verə bilərsiniz. Yəni çalışaram ki, onunla da bağlı suallarınızı cavablandırım. Ümumi bu suallar ki var, qabiliyyət məsələsi, talant məsələsi və vaxt məsələsi ki var, onunla danışdıq. Zaten kanalda qabiliyyət imtahanına bağlı bir çox faydalı video görə biləcəksən. Söhbəti çox da uzatmayaq. Digər videolarda görüşənədək hələlik.